İsveçre'den yoldaşıyla Paltar hanım gelip aldılar. buraya maşallah olsun. Bizi sevdiğini bildirdiler, sevgilerini bildirdiler. Biz de çok Hoş sevindik ki geldiniz. bizi haricde izleyirler. Ha? Stockholm. Öyle mi? Her şey var. Şamak'tan Deməli, mən çox sevindim ki, xaricdə yaşayan Azərbaycanlarımız da bizi çox istəyirlər, oradan izləyirlər. Düzü birinci dəfə də işlədim ki, biz xarici kəşfətdəyik. Yəni, bu mənim üçün çox böyük sevindirici bir haldır. Nə vaxt gəlmişsiniz? Bu cür Azərbaycana, gözəllik olan Azərbaycana gəlib, plus da bizə vaxt ayırıb gəliblər. Bax, bütün xaricdə yaşayan Azərbaycanlarımıza birinci sağlam həyat tərzi və necə deyirlər, Allah korusun onlara. Yəni kənardadır, qürbətdə yaşamaq çox çətindir. Mən də bir balecə yaşamışam. Ona görə bilirəm ki, vətən həsrəti. Bütün qürbətiniz salamlar olsun. Bütün Azərbaycanlarımıza salam olsun. Çox sevindim. Vallahi xanım dedi ki, İsveçrədən izləyirik. Yoldaş indi deyir, bəzi səbəblər özündə ola bilsin. Qıraqdan bucaqdan indi uyurlar. Amma siz də gələndə Azərbaycana ilk növbədə bura gəlin. Vallahi belə gözəl, belə mənzərə, nə bilim, belə gözəl. Gəlin, yaşam paltarlar var. Zövqlə. Gəlin aparın xaricə. Valla bax eyni şeylər mən buradan Türkiyəyə vururam da, yəni malı göndərirəm. Türklər bizim malları bəyənirlər. Yəni çox da qəşəng kачество nə deyirlər ona? Çox qəşəng şeylər, keyfiyyəti var. Sizin də xidmətinizdəyim, dilim ucuna çalışdım, oturdurmaqdan. Xarici dövlətə salamlar olsun.